Sen onu dayanır. Alo. Ha. Yaxşı, yığaram da, yığaram. İştəyim. Yaxşı, oldu. Axşamınız xeyir olsun. Ən isti xəbərlərlə sizlərlə qarşınızdayıq. Ölkədə və dünyada olan ən son xəbərləri sizə çatdıracağıq. Öncəliklə gəlin keçək qısa xəbər başlıqlarına. Suriyada başına qızılın qiymətində NATO'nun sədri, aramsız yağ İraqın baş naziri, İsrail hava hücumundan müdafiə. Son dövrlər ərzaqın unun qiymətində baha. Ta qısa xəbər dedik, bu qədər də qısa demədi ya. Təzə gələn montajör başa salın, normal düzəltsin də bu Paytaxt sakini gözlənilmədən arvad tərəfə yıxıldı. Qohum-əqraba narazıdır. Yenicə evlənib, arvad tərəfin sözü onun üçün qanundur. Öl desələr ölür, qal desələr qalır. Kızımı evlendirmeyle başıma kaçırdı babası dışarıda. Asif de bir ay olmuyor, toy olmuyor. Araba tarafı nece yıkılmış. Biraz yavaş, biraz temkinli danışın zəhmət olmasa. Yaxşı. Hiçbir adam yerine koymur. Zahmet durmak lazım. Sıkıp gidin sabunu sıkıp gidin. Maşın sürmen lazım. Sıkıp gidin. Eli benim kaynanası dokun. Ben dokmuş. O kızım, yavaşça не понимаю, biz necə gəldik düşdük bu situasiyaya. Bu o gün qayıtdım buna dedim ki, Asi, bu меня сердце болит. Mənə bir dənə bu ürək dərmanı aptekdən al gəl. Qayıt mənə nə desə yaxşıdır. Bu papa baldızımın böyle, у них есть вот такой кошка böyle серый большой böyle pota bir koşkadır. Ne deyirlər ona? Pişik. Ha, pişik. Baldızımın pişiki var. Onu aparmalıyam baytarlığa. O baş açmadım. Mən sənin Bakyanam, mən sənin papaşanam. Sən mənə dərman almırsan, getsən ona baytarlığa aparsan pişikini. Biz də yıxılmışıq. Arvad tərəfə biz də yıxılmışıq. Prosto bu əməlli başlı bildiyim birbaşa uzanıb deyə arvad tərəfə. Necə deyim, necə eləyək indi bizə bir köməklik edin, bu uşağı çıxardaq heç olmasa oradan. Pajalosta, sizdən yalvarır, xahiş edirəm sizdən. Xanım, mən Asifin xalasıyam. O günü cəmaatın içində bizi biabır eləyib. Çim vermiş hamamda. Yoldaşın əmisi zəng elib ki, dur gəl bizə. Sabunlu qaçıb gedib onlara. Ki birdən gec gedərəm, xətirlərinə dər. Bax belə, bax, bilmirik nə edək, dərdimizi kimə deyək. Sən mən də belə bir qız tapsaydım, yıxılardım ya arvad tərəfə. Nəysə. Sənət düzəltdirməyə getdi, qəribə bir xəstəliyə düçar oldu. Qarşısına gələn hər kəsə pul verir. Qarşısına çıxan hər kəsə pul verir. Birinə 10 manat, birinə 20 manat, birinə 50 manat. Travma alan şəxs sağala bilmir ki, bilmir. İnsanlar deyir ki, siz gördüyünüz hər kəsə pul verirsiniz. Bu nədən sonra oldu? Xanım, az da olsa çox qəbul elə qadan hanım. Mənim dərdim deyiləsi deyil. Bax, getmişdim bir idarəyə, bir sənət işlərim var idi. Getdim ora, bəs bir nəfər gəldi mənə dedi ki, bəs 20-ci otağa bir 20 manat hörmət eləməlisən. Dedim, indi olar da işimdir, məcburam, neyiniyim, işim getsin. Getdim ona bir 20 verdim, elə otaqdan çıxanda bu qayıt ki, bəs 23-cü otağa dəymisən. Dedim, niyə? Dedim, bəs ona da, dedim, olsun, dinmirəm. Çünki neyiniyim, işim gedir. Getdim ona da bir 50'lik bastım onun cibinə. Dedi, bəs qalx 34-cü otağa, ona da dəy. Neyiniyim, heç də deyə bilmirəm. Qalxdım ona da verdim. Çıxana yaxın bu qayıt ki, bəs dəymisən müəllimə. Dedim, müəllim kimdir? Dedi, qalx ikinci mərtəbəyə, özü qarşılayacaq sana. Çıxdım, gördüm bir dənə belə qarını qalıstulu kişi çıxdı. Belədir mənə, bildim ki, budur. Girdim ona da bir 100 manat bastım. Belə məndə öncə vərdiş alını çevrilir. Qabağıma kim çıxır, şaqqa elə pul bağlayıram. Salam, bir dənə deyəm. Buyur, bura. Get, sağ ol. O özün şeydir. Bəs pul verməməyə yoxlamısınız? Xeyr, xanım, İraq olsun, siz istəmirəm. Qorxuram, vermərəm, işimi kimsə burar, laqeyd yanaşar. Mənim də işim nədir ondan ki... Qardaş, salam eləsin, çox üzr istəyirəm. Sən girə bilirsən Zakir müəllimin yanına, mən girəmirəm, qurban sənə. Bunu qoy cibinə, hala xoşuna. Bir dənə Zakir müəllimə denəm, mənim sənətdə. Xahiş eləm, bir dənə mənim sənətdə. Xoşqədəm Hidayət qızı və Zaur Bəxşəliyevin verilişləri bağlandığına görə depressiyaya düşən ailə redaksiyamıza müraciət edib. Məsələnin təfərrüatlarını Qardaş, mən bu xaravada normal bir xəbər verə bilməyəcəm. Mən başa düşə bilmirəm. Yəni belə adam olar, veriliş bağlanır deyə bu nə deyə?
mütəmadi olaraq problemlər yaşayır, ailəlikcə bu cür verilişlərə çıxıb bir-birlərinə itin sözünü deyirdilər. Gah boşanır, gah birləşirdilər. Efirdə dava edəndə TikToka düşürdü, gülüş hədəfi olurdular. Məlum verilişlər bağlanandan sonra həyatlarının mənası gedib. Hə xanım, bax gül kimi çıxırdıq verilişlərə, qəşəng başımızı qatırdıq. O məni söyürdü, mən onu söyürdüm. O mənim nəslimi, mən bunun nəslin. Enerjimizi belə qəşəngcə o verilişlərə tökürdük, gəlirdik. Bax indi qalmışıq belə ortalıqda. Pulumuz da yox ki, çıxaq gedək bir xaricdə istirahət eləyək. Bağlayıblar, qalmışıq kürəyi üstə. Bax nağaraq bilmirik. Xanım, inanırsınız, babat sözlər fikirləşmişəm ki, çıxım hamısını buraxım evirə, partlasın TikTok, Instagram. Heç olmasa bu Elgizin verilişini açsınlar, bir orada dalaşaq, orada nə deyim, hamısı bütün temalarım qalıbdı orada, hamısı ağız ucu. Bax xanım, mən bu kişinin oğluyam. Düz 20 ildən sonra gəlib atamı tapmışam. Amma inanırsınız, 1 qram da olsun marağı yoxdur. Heç atam da məni görəndə sevinmədi. Əslində başa düşürəm onda. Bu işin elə kayfı bundadır ki, çıxırsan efirə, cəmaət də sənə baxır. Xanım, əslində bax mən bunu boşayacaqdım. Fikrim o ki, mən bunu boşuyum. İndi imkan şərait olmadı deyə məcbur oldum belə. Bax getdim, bax qəşəng yerim alım. Getdim 2 dəst qəşəng özümə paltar almışdım. Ayaqqabını hər gün belə mazlayırdım, qoyurdum. Mazlayırdım ki, neyim, çıxım verişdə hər gün birinci yenim. Belə reyting belə partlasın, uçsun. Ora deyişlə. Xanım, heç olmasa bu sizin verilişdə dalaşmaq olursa, elə burada dalaşaq qurdunuzu biraz oldu. Vallahi əla olur. Elə efir vasitəsindən elə mən səni burada boşayıram. Mən sən boşuyuram. Sən kim olub sana yazıq, ha? Mənim elə dədəm düz deyirdi, sənin yanına gəldiyində elə sənin başını kəslərdi, qızım olmaz. Sənin qardaşların gey idi də. Mənim qardaşlarım gey, sənin atı tutmuşlar oğlanlar. Kimlə? Sən nə danışırsan? Nə danışırsan? Mən vursan sən. Təşin alırız, mən vursan. Sən qardaşın gey idi. Narkoman dayın. Sən bu adam bizi başına. Nəysə, davam edirik. Vətəndaş hələ bünövrəsi atılmamış banka kredit üçün müraciət edib. Geriyə isə bu görüntülər qalıb. Bütün banklardan kredit götürürdü. Birini qaytarırdı, birini qaytarmırdı. Bu dəfə isə hələ tikilməkdə olan banka müraciət elədi. Xanım, biz burada bank tikirik. Bu növrəsi hələ atılmayıb. Çünki söküntü işləri hal-hazırda davam eləyir. Bunlardan bitəndən sonra biz burada bank tikəcəyik. Amma bir nəfər yaxınlaşıb artıq bizdən pul götürmək istəyir kreditdə, biz yəni verə bilmirik. Qoy bir tikilsin, qutarsın mənim əzizim. Ondan sonra inşallah yaxınlaşarsın. Sənə qurban olum, nə olar ki, mən çox şey istəmirəm. Bütün banklardan kredit götürmüşəm, heç biri vermir də. Vermir də, nə olar ki, siz təzəsiz də, indi yəqin verərsiniz də. Qoy elə ilk müştəriniz mən olumdan, ay qurban olum. Ay qardaş, xahiş edirəm səndən. Hələ heç nə hazır deyil. Heç bunun heç təməli qurulmayıb. Bu qoy hazır olsun. Normal üsulla gələrsiniz, biz sizə kredit təşkil edək. Verməyəsiniz də, verməyəcəksiniz. Mən görə bilmirəm, bunu tikəndən sonra verməyəcəksiniz. Nə olar ki, mən çox şey istəmirəm ki, 5-1000 manat pul istəyirəm də. Sənə qurban olum, nə olar? Onu versən nə olacaq gücüyə? Qardaş, sənin başın xarabdır. Sən kredit alacaqsan. Bunun hələ adı qoyulmayıb. Mən necə verim sənə kredit? Biz bank yoxdur axı. Ay adı qoyulmayıb qudunum. Gəy indi qoyaqdan adı, gəy tutar adı olsun Etibar Bank. Nə etibar nədir? Qardaş, bu kiminsə əmisinin adı mən niyə banka qoyuram? Xahiş edirəm, get normal üsulla. Bank inşa olunandan sonra gələrsən, sənə yaxınlaşacaq kredit verər. Olmasın, Etibar olmasın, adını qoyaq Feriha. Adını qoydum Feriha var idi onlar da o türk seriallar. Uzaqlaş buradan, get. Sən artıq əskik danışırsan, get. Xahiş edirəm. Mən sizi şikayət eləyəcəm. Mən sənin müdirinə şikayət eləyəcəm. Sən darıxma. Sən darıxma, mən sənin müdirinə şikayət eləyəcəm. Bunun kimi gündə 1000 dənə dal başdan xarab insanlarla biz çalışırıq. Bu boyda. Baxın. Bu boyda bax siz yalanlar bax. Bax daş atır. Qırılsın elə kasıb qırmaqla elə şey eləmişsiniz. Tərbiyəsiz daş atır. Rədd ol. Rədd ol buradan. Rədd ol buradan, əxlaqsız. Ha qardaş, bu məndən də betər imiş ki. Nəysə. Heç kim yəsiz deyil dedi, it balası kimi döydülər. 30 ildən sonra yəsiz olduğunu öyrənən adam kameralara danışdı. Heç kim yəsiz deyil. Yəqin ki, bu sözü çox eşitmisiniz. Bir çox insanlar bu sözü işlədərək özlərini güvəndə hiss edirlər. Amma bu dəfə tam əksi oldu. Süjetimizin qəhrəmanı da bu sözü işlətmişdi. Hadisə necə baş verdi? Vallahi xanım, mən bu günə qədər bu qədər yəsiz olduğumu bilmirdim. Elə yol üstündə bir nəfərlə sporum düşdü, nəysə bundan biraz sporlaşdıq elədik. Ay, vuruklara uğraşdılar. Nəysə bunlarla sporlaşdım, sözlərimiz çəp gəldi.
Bu biraz mənə hədələdi. Mən də qayıtdım dedim ki, kimsən yeyəsən? Heç kim yiyəsiz deyil burada. Heç kim yiyəsiz deyil burada. Buna söydüm. Maşından düşdülər, mənə nətər elədilərsə. Ondan sonra yadımda deyil. Ondan sonra gəldim. Mən bir nəfər tapa bilmədim ki, gedim bunları mən də döyüm. Ondan sonra elə bildim ki, mən də yiyəsizəm. Yiyəsiz olduğunuzu 30 ildən sonra bilməyiniz necə təsir etdi? Əslində uğraşlar özdə fantaziya ilə qırıfdılar barmağımı. 4-ün qırıfda bir dənə bunu saxlayıbdılar. Əslində belə yaxşı təşəbbüsdür. Bunlar sağ olsunlar. Mənə öyrətdilər ki, mən bu 30 ildə mən yiyəsiz yemişəm. Bundan sonra biraz ehtiyatlı davranacağam hamı ilə. Hamı ilə biraz xoş danışacağam, mülayim olacağam ki, yiyəsizəm də baxma. Mən burada it balası kimi döysələr, heç kim gələsi deyil. Daha bir xəbər buraxılışımızın sonuna gəldik. Siz isə Mürşüd kalbasalarının təqdimatında hava məlumatlarına baxa bilərsiniz. Qardaş, bezdiyə biz Mürşüdün ət və ət məhsullarını. Nə qədər bu Mürşüdün kalbasasından danışmaq olar? Bu boyda kanalın bir dənə sponsoru var, o da Mürşüdünküdür. Maaşımızı da kalbasa ilə verirlər. Üstündə halal da yazılmıyor və bilinmir nə yeyirik biz. Kalbasa yeməkdən mənim mədəm uje. Bezdim nə qədər olar? Mən bezdim bu işdə işləməkdən. Özümü doğrayacağam.